Salam hörmətli tamaşaçılar, hər birinizi xoş gördük. OTV-nin efirindəsiniz. Bu dəfə yazıcı şair Əli Səncatın son yazdığı Öz Bioqrafiyam adlı şeiri və onun ətrafında düşüncələrini təqdim eləyəcəyik. Növbə və söz indi Əli Səncatındır. Buyurun. Öz biyografiyam. Ay Allah, gəncliyimdə nə qədər səhv etmişəm. Düz yolumu qoyaraq, yəni ağıllı yolun, qoyaraq əyri yolla getmişəm. Yəni səhv eləmişəm də. Balıq olan nədir ki, şairdən əsirgədim. Keyfiyyətcə cavandım. Keyfiyyətcə cavandım. Hissiyatsa çox qədim. Yəni mənim milyon illər o insanlardan, Allahın verdiyi zətlərdən o beynimdə qalıb. Yəni milyon il qabaq necə fikirləşirlərsə vəziyyətlərdən çıxır, o cürdən çıxmışam. Paxıllarım çox idi. Dostumsa çox az idi. Kitabların dəlisi, şeirin pərvanəsi idi. Neçə gözəl qız sevib, heç birinə çatmadım. Heç kimə sataşmayıb, heç kimə daş atmadım. Neçə yol zəhərləndim, Allah qorudu məni. Səhv eləyib qaçmadım, səhv eləyib qaçmadım. Tərk etmədim vətəni, gedə bilərdim də. Fransaya, Almaniyaya nə istədim ola bilərdim, bunları orada da yaza bilərdim də, amma getmədim. Bütün düşmənlərimi yola salıb qocaldım. Hamısı getdi, öldü, Allah rəhmət eləsin. Hamısının, amma nə qədər düşmənim vardı, rəqim vardı, hamısı çoxdan 20, 30, 40 il öldülər. Özü də çox qəribə öldülər, belə hamısı. Məsələn, nəşriyyatda mənim bizə gəlmişdi, evimdə oturub çörək yemişdi Lənkəranda falan. Gəldim burada nəşriyyatda bir də gördüm, çağırdı məni, mən çağırdım. Kitabım plandadır, təzə, ikinci kitabımdır da. Plandadır. Gördüm, bu nədir yazmışsan? Mənə deyir, Məhtal qalma, məndən dostludur, çöldə çıxıb çörək yeyirik. Lənkəranda bizi evdə olub, anam bunun üçün plov pişirib. Bu mənim buyam da, mənim yazdığım budur da, sənin nəyvə lazım. Redaktaya veriblər, nəşriyyatın içisidir. Qol çəkib verirsən, gedir çapa da mətbəyə. Bu deyir, götür, atdı belə, götür, bu nədir, bu ağzına gələn yazmışa. Get, təzə şeylər yaz. Quruyub qaldım, 10 gün sonra tutdular, 10 il verdilər. Bu cürlə əksəriyyəti belə olub. İndi burada hamısının digər adların sadalaya bilərəm, başlarına nə gəlib. Əlfi onun mətbuatda oxunur, mətbuat komitəsində maraqlıdır, burada danışım, yoxsa ehtiyac yoxdur. Durub oxunur kitabların adını, məncə məndən yaxınıq, Əlfi Qasımov, yazısır, zatdır. Onunla da bir yerdə dostluğu çıxdı, oxunur orada, nəşriyyatdan gəliblər, oxuyurlar, mətbuat komitəsi onda vardı. O qərar verir, oxuyurdular nəşriyyatlar, bu əsərlər qalsın, bu lazımdır, bu əlavə olunsun, belə oxuyub, birdən-birə deyir, şöbə müdürü deyir, oxudum, Əli Səncət Mirzə Şəfi, roman, ikinci hissəsi. Birdən-birə yerindən durdu, orada işləyir bu, həman o mətbuat komitəsi. Yox, o kitabın burada yeri deyil, o falan burada olmaz. Da burada pozulsa, qutardı da, 1 il, 2 il qaldı. Mənim də həyatımda heç nə yoxdur, işləyirəm, onlarla bir təhər dolanıram da. Deyir, oğlan dedi, quruyub qaldıq, necə buna aiddir? Dedim ki, bəs belə bu oxunub, akademik Bəşir Nəbiyev münasibəti yaxşı rəy yazıb almışıq, deyir, sizə aiddir bu kitab belə. Mən bunu dedim, hamı olub, komitənin sədri də qərar verəcəklər də indi, bunun komitə içisinin sözündən sonra. Direktordur, Əzizə Arvaddır, Əzizə Cəfərov, Cəfərzadə. Yazıcı. Yazıcı nəşriyyatın direktoru idi, yazıcıdır. Durub dedi ki, yox, Əlfi müəllim,
oxunub, zad olunub, çox yaxşı əsərdir. Dedi, yeri buradır. Deyir, mən çıxış eləyəndən sonra mən dedim əvvəl, sonra da bu dedi, gördü mən, dayaq dedi. Ondan sonra komitə sədri dedi, yox, Əlfi, qoy qalsın, bu lazımlı əsərdir, mərkəzi komitə qərarı var. 10 gün keçmədi, Polşaya Allah aldırsın. Polşaya getdi, orada dedi, nə oldu xəstələndi, 50 yaşı yox idi. Ölüm ki, bu demək adam ağlar. Bu cürlə doğulu deyə belə. Doğrudur. Elə bil ki, Allah koruyur deməli. Deməli, bütün düşmənlərimi yola salıb qosaldım. Yüzlərlə əsər yazıb, rəqiblərdən bac aldım. Gözəl bir oğlum oldu, özüm də, bir dənə oğlum da tərifləyirəm. Gözəl bir oğlum oldu, ancaq məzlum və bəxtsiz. Uşaq kimi sadəlöv, təfəkkürlə səhərsiz. Beləcə 90 yaşa səssiz, səmirsiz çatdım. Nə mümkündür düşündüm, nə mümkündür düşündüm. Nə istədim, yaratdım. Nə istəyirəm, xəyalımda, nə arzusundayam, hamısını yazdım, yaratdım. Doydum da, bütünü, həqiqətən. Elə bir şey, ürəyim istəməyən şey qalmadı ki, yazmayayım. Bu da mənim son şeirimdir. Kafka'da. Kim, bütün Asya'da heç kim yazmayıb. Birinci mən yazmışam. Kafka haqqında məqalələr. Ona görə İmişlidə bir müəllim var, Usta Marif. Çıxış eləyib, yəni eşitmişsiniz ya, yox, Usta Marif məşhurdur orada. İmişlidə hamı tanıyır. O çıxış eləyib, internetdə var. 40 dəqiqə mənim haqqımda. Deyir, Əlsə müəllimin bu kitabı Çexiyada, bu Polşada deyir, səhvi Çexiyada bilsəydilər, görsəydilər bunu, o dəqiqə çap eləyib, onun deyir, mükafat verərdilər, hətta heykəlin qoyardılar. Çünki hələ Kafka haqqında mənim yazdıqlarımı Avropada da heç yazmıyor. Nədir bunların hanı? Kafkanın tənhalığı, məqalələrə bax. Kafkanın tənhalığı, Kafka və mən. Kafkanın məyusluğu və ümidsizliyi. Niyə məyus olub ömrü boyu? Ümidsizliği olub. Kafkanın daha bir gücü. Kafka və həyat. 10 səhifə şeydir, Kafka və həyat. Həyat Kafka üçün nədir? Avropada yazılmıyor, ve bunlar. Elita və Kafka. Kafka və azadlıq. Nədir dünyada azadlıqdan başqa hər şey yoxdur. James Joyce və Kafka, həman dediyim. Kafka və bizim xalq. Franz Kafka və Michael Shapiro. Yahudi deyir Kafka. Franz Kafka'nın ilk romanı və belə Kafka haqqında yəni heç yanda yazılmayan yazı yazır. Amma hani heç yanda. Heç bir əhmiyyəti yox. Heç yanda qeyd olunmuyor ki, Azərbaycanlı yazısı Yahudi Avropanın 4 dənə deyir, Avropa ədəbiyyatı üstündə durur. Kafka, Joyce, Marcel Proust, Camus, Sartre. Bunların üstündə durur. Bunlar haqqında Asiyada ilk əsərdir. Heç elə bir ki, Miçay vızırlayıb Azərbaycan Yazıçılar İttifaqının qulağında. Əlsə müəllim, bizə dəyərli vaxtınızı ayırdığınız üçün sizə sonsuz təşəkkürümüzü bildiririk. Əzizim, yordum sizi, bağışlayın məni.